diqqət yetirdiksə, burada səhv eləmirəmsə, Mədəd bəy sual verdi ki, Azərbaycan Milli Məclisi tərəfindən, Azərbaycan dövləti tərəfindən 20 yanvar soyqırım kimi və ya Xocalı soyqırım kimi tanınıb mı? Dedim, xeyr, tanınmayıbdır. Qəribə bir fenomendir. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu məsələlərin hər ikisi Azərbaycanın parlamenti adlandırılan Milli Məclisdə müzakirə olunarkən elə bir vəziyyət yaranmışdı ki, orada bütün günahkar ancaq Azərbaycanlıları. Sanki imperiya bir gücündə olan dövlətin dinc şəhərə gecənin bir vaxtında və əhalini informasiya almaq, məlumat almaq imkanlarından məhrum etmə şəraitində tanklarla hücum etməsi normal bir hal.